Değerli izleyiciler, hal-hazırda gördüğünüz kombinin adı Modena'dır. Kombide pompa problemi var idi, yani dövriye. Bunlarda yani bilen bilir. Bu kombilerde pompa çok zayıf olur. Onun grunfosunu əvəzlədim. Bakına hava vurdum. Fanı yudum, təmizlədim, yağladım. Bir də belə də yəni ənənəvi olaraq kombilərdə bu manometrin gözü tutulur, onu təmizlədim, elədim, baxdım belə. Üzümü də tuturam bu kombini montaj edən ustalara. Baxın, mən hal-hazırda kombini demək olar ki, kondisioner əvəzi ustanovka edə bilər. Görün, bax, ev 4 metr hündürlüyündədir. 3 metrdən çox hündürlükdə kombi dayanır. Mən bax, nərdivanla dayanmışam. Üzümü tuturam o ustalara. Demək istəyirəm ki, yəni müştəri desə də siz müştəriyə izah edin ki, bu kombi əbədi, heç nədə əbədi deyil bu həyatda. Bu kombidə təmir ehtiyacı olur. Sıradan çıxır detalları. Məsələn, bunun kimi. Nə qədər çox işləsə, lap bahalısını da alsaz. Bu gecikdəsə bu kombi sıradan çıxa bilir. Detalları yeniləmək lazım olur. Texniki xidmət lazım olur. Bu kimi səhvlərə yol verməyin. Burada mən səhərdən tərsində kombi işləyirəm. O pompa dəyişməklədir ki, 10 dəqiqəli işdir. Bakına hava vurdun, pompanı dəyişdin. Bir də belə xırda işlərdə də burada. Döyüş qalx. Belə şey olar, qardaş. Belə bir iş olar bu. Bu nədir? Özü də burada görün, baxın. Bu giriş çıxışdır, radiatorun giriş çıxışları. Bu 20'lik ilə olmalıdır, 15'lik qoyublar. Yəni bu dövriyənin zəif olmasından xəbər verir. Yəni bu ştucerlar 20'lik olmalıdır burada. 15'lik ilə yəni 15'lik ustanovka ilə burada da perixod veriblər. 20'dən 15'ə. Görürsünüz, bu tərəfdə də, bu tərəfdə də, bu hər iki tərəfdə. Bu qədər. Sağ olun.